Bundan uzun illər əvvəl 9-cu sinifdə oxuyanda bu sual ağlımdan çıxmırdı. Azərbaycanda oxumaq kifayətdir, yoxsa xaricdə yeni bir həyat qurmaq daha yaxşıdır? İllər keçdi və bu gün daimi bir izləyicim mənə Instagramdan eyni sualı verdi. Xaricdə yoxsa Azərbaycanda təhsil alaq? Bu çoxlarının qarşısına çıxan bir seçimdir və qərarı vermək heç də asan deyil. Çünki təkcə təhsil sistemi deyil, sənin gələcək həyatın da bu qərarla bağlıdır. İki fərqli yol, iki fərqli həyat. Hansı daha yaxşı bir seçimdir? Bu videoda Azərbaycanda və xaricdə oxumağın 10 əsas fərqindən danışacağam. Çünki bu təkcə universitet seçimi deyil, həyatını dəyişən bir qərardır. 10 nüans haqqında danışmadan əvvəl onu demək istəyirəm ki, bunların hamısı təbii ki, mənim öz şəxsi düşüncələrimdir. Verəcəyim hər cavab mənim öz keçmişim, öz təcrübələrim və ümumi olaraq son 5 ildir xaricdə başıma gələn hadisələr əsasında olacaq. Birinci növbədə danışmaq istəyirəm təhsilin keyfiyyətindən. Xaricdə yoxsa Azərbaycanda təhsil daha keyfiyyətlidir. Burada artıq sizin ixtisasınız çox önəmlidir. Məsələn, siz neft-qaz mühəndisliyi oxumaq istəyirsinizsə, bu ixtisas Azərbaycanda var. Bu ixtisası oxumağa görə xaricə getməyə ehtiyac yoxdur. Düzdür, xaricdəki tədris metodologiyası Azərbaycandan fərqli olsa da, ən azından bu ixtisas Azərbaycanda yaxşı keçirilir. Yəni mən bu ixtisası oxumamışam və neft-qaz mühəndisliyi oxuyan tələbələrin dediyinə görə bu ixtisas Azərbaycanda yetərincə keyfiyyətli keçirilir. Məlum məsələdir ki, Azərbaycanda bu mütəxəssislərə ehtiyac var, ona görə də təhsil yaxşı olmalıdır. Təbii ki, bu keçirilən tədrisi də indi Amerikanın ən güclü universitetləri ilə müqayisə eləmək olmaz. Yəni Azərbaycana görə yaxşı bir tədrisdir. Məsələn, digər ixtisaslar olsun, kiber təhlükəsizlik, kompüter elmləri, ADA Universitetində və ya Bakı Ali Neft Məktəbində deyərdim ki, orta keçirilir. Çox da mükəmməl dərəcədə deyil, çünki kurikulum biraz köhnədir. Amma mən bunları xarici universitetlərlə müqayisə eləsəm, xarici universitetlər deyəndə ən azından top reytinqdə 500-cü yerdə olan universitetləri nəzərdə tuturam. Yəni Avropada elə universitetlər var ki, reytinqləri çox aşağıdır və tədris çox bərbad şəkildədir. Amma belə baxsanız, yəni onlar da xaricdə təhsil sayılır. Ona görə də əsas olaraq xaricdə təhsil deyəndə də, yəni yaxşı reytinqli, yaxşı tanınmış universitetləri nəzərdə tuturam. Düzdür, həmin o aşağı reytinqli universitetlərdə oxumağın özü də yaxşıdır. Sadəcə universitetləri müqayisə elədiyim üçün ən azından istəyirəm ki, aşağı-yuxarı eyni reytinqdə olsunlar. Məsələn, kiber təhlükəsizlikdən misal versəm, bu ixtisas Azərbaycanda o qədər də yaxşı keçirilmir. Əgər bu ixtisasa yiyələnmək istəyirsinizsə, artıq xaricdə oxusanız siz üçün daha yaxşı olar. Təbii ki, bunu Azərbaycanda da eləmək olar. Yəni Azərbaycanda oturub heç universitet oxumayıb da çox yaxşı mütəxəssis ola bilərsiniz. Amma reallığa baxsaq, bu əhalinin bəlkə də heç 1% deyil ki, belə bir insan var. Hətta özəl kurslar belə bu sahədə o qədər də yaxşı təhsil verə bilmir. Ona görə də bu ixtisası dərindən öyrənmək istəyirsinizsə, yəni xaricə getsəniz daha yaxşı olar. Amma desəm ki, xaricdəki universitetlərin keyfiyyəti Azərbaycandan daha yaxşıdır, məncə hamı məndən razılaşar. İkinci nüans isə təhsilin ödənişidir. Azərbaycanda oxusanız, yaxşı bir bal toplasanız, universiteti ödənişsiz də oxuya bilərsiniz. Ödənişsiz oxumasanız belə universitetlərin illiyi 1000 manatla 6000 manat civarındadır. Xaricə müqayisədə o qədər də çox deyil. Xaricdəki universitetlərin illik təhsil haqqı isə deyərdim ki, Azərbaycandan qat-qat bahadır. Amerikada oxumaq istəyirsinizsə, yəni illik təhsil haqqı minimum 10.000 dollara universitet tapsanız, yəni heç inanmıram ki, 10.000 dollara Amerikada universitet tapmaq olar. Yəni çox aşağı reytinqli bir universitet olacaq. Avropanı da düşünsə, ən azından təhsil haqqı 5000 avro civarındadır. Artıq burada mən özüm həmişə istəmişəm ki, universitet oxuyanda bir təhsil haqqı ödəməyim, ödənişsiz əsaslarla oxuyum. Və sizə də məsləhətim olar ki, əgər siz xaricdə oxuyacaqsınızsa, çalışın bir dənə təqaüd proqramı tapın və ya universitetlərin daxili təqaüdlərinə müraciət eləyin. Yəni elə eləyin ki, universiteti ödənişsiz oxuyasınız. Çünki xaricə gedəndə onsuz da bir çox xərciniz olacaq. Bir də üstündən illik universitetə ödəniş eləyəndə artıq xərcləriniz çox yuxarı çıxır. Məsələn, Avropanın bəzi ölkələrində öz dilini, yerli dilini öyrənməklə pulsuz təhsil ala bilərsiniz. Məsələn, Finlandiyada fin dilini öyrənin, gedib orada pulsuz təhsil ala bilərsiniz və ya Almaniyada alman dili. Məsələn, mən istəmirdim ki, İngilis dilindən başqa bir dildə universitet oxuyum. Çünki mənim üçün gələcəyim üçün çox da mənalı deyil idi. Amma indi görürəm ki, Finlandiyada fin dilində məsələn təhsil alsanız belə, gələcəkdə İngilis dilli bir ölkəyə də köçüb orada həyatınıza davam edə bilərsiniz. Fərqi yoxdur, Azərbaycanda oxuyacaqsınız, xaricdə oxuyacaqsınız. Çalışın ki, ödənişsiz əsaslarla oxuyun. Çünki mən düşünürəm ki, universitetə o qədər pul verməyin bir mənası yoxdur. Bəzi ixtisasları çıxmaq şərti ilə, deyək ki, tibb oxuyacaqsınızsa ödəniş eləmək olar, amma
Yəni biznesin idarə edilməsinə elə insanlar var ki, İngiltərədə hal-hazırda illik 40.000 pound ödəniş eləyir. Hamının öz imkanından asılıdır. Yəni imkanınız varsa, istəyirsiniz yarım milyon ödəniş eləyin. Sadəcə mən düşünürəm ki, universitetə o qədər ödəniş eləməyin bir mənası yoxdur. Yəni deyə bilərsiniz ki, Rəşad, hər şey yaxşı səslənir. Biz ödənişsiz əsaslarla necə təhsil alaq? Ona görə də sağdan çıxan o 2 dənə bakalavr və magistr videomu izləyin. Orada mən necə universitetlərə müraciət edirəm, ondan danışıram. Üçüncü nüans isə yaşam xərcləri. Azərbaycanda yaşayan bir çox tələbə öz ailəsi ilə yaşadığı üçün evə ödəniş eləmir. Yeməyə də ödəniş eləmirsiniz. Yəni evdə nəsə bişirirlər, yeyirsiniz. Ev və yeməkdən başqa da digər nəqliyyat xərcləri o qədər də yuxarı deyil. Düzdür, bir tələbəyə görə bəlkə yenə də yuxarı sayılsa da, amma xariclə müqayisədə aşağı bir xərcdir. Xaricə köçsəniz isə artıq bir çox xərc var. Ev xərci, yataqxanada qalacaqsınız, onun xərci, gündəlik həyat xərcləri, nə bilim, bəzi ölkələrdə mütləq maşın almalısan. Amma düşünsək ki, görəsən Azərbaycanda yoxsa xaricdəki tələbə öz gündəlik yaşam xərclərini qarşılaya bilər işləyib. Mən deyərdim ki, xaricdəki tələbə üçün öz xərclərini qarşılamaq nisbətən daha rahatdır. Məsələn, elə şəhərlər də var ki, orada yaşayış xərcləri Azərbaycandan daha aşağıdır. Məsələn, Türkiyənin bəzi şəhərlərində tələbə olmaq nisbətən daha rahatdır. Amma mən Türkiyədə təhsil almağı xaricdə təhsil almaq kimi nəzərdə tutmuram. Düz onun da öz çətinlikləri olsa da, Türkiyə ilə Azərbaycan mədəniyyət olsun, gündəlik yaşam olsun, demək olar eynidir və mən heç kimə fərqi yoxdur, hansı ixtisas olursa olsun, Türkiyədə təhsil almağı məsləhət görməzdim. İqtisadiyyatları çox yaxşı olmadığı üçün insanlar həqiqətən çox neqativdir və Türkiyədə həddindən artıq çox işsiz gənc var. Türkiyədə təhsil alıb Azərbaycana qayıtsanız, yenə digərlərindən seçilərsiniz, amma Türkiyədə təhsil alıb orada yaşamaq məncə o qədər də yaxşı bir düşüncə deyil. Ən azından təhsil alıb fərqli ölkələrə getsəniz daha yaxşı olar. Çünki hal-hazırda türklərin özü də xaricə hazırlaşır. Yəni Türkiyədəki təhsil bəzi universitetlərdə mühəndislik olsun, belə mənasız yerə çox çətinləşdiriblər. Sanki universiteti çətin qutarsın deyə insanlar və öyrənəcəyiniz çox şeyin də real həyatda bir mənası yoxdur. Mən həmişə universitetə gedəndə kurikulumuna baxıram ki, yəni bu öyrəndiyim bir şey mənə real həyatda kömək eləyəcək, yoxsa yox. Xaricdə təhsil alan bir tələbəsinizsə, öz yaşam xərclərinizi nisbətən qarşılaya bilərsiniz işləyib. Xaricə gəlmiş o qədər tələbə tanıyıram ki, gələndən qısa bir müddət sonra özlərinə iş tapıblar və ya bir qazanc əldə etmək üçün bir yol tapıblar. Dördüncü nüans isə fərqli mədəniyyətlər. Azərbaycanda oxusanız, fərqli mədəniyyətlərlə tanış olmağınız nisbətən daha çətindir. Çünki Azərbaycanın böyük bir hissəsi, yəni Azərbaycanlıdır. Məsələn, hal-hazırda Londonda şəhər mərkəzinə çıxırsan, 5 nəfər görürsən, 5-i də fərqli millətdir. Yəni fərqli insanlarla tanış olmaq fürsətin var. Bundan əlavə də universitet oxuyanda sənin dostların dünyanın hər bir ölkəsindən ola bilər. Biri İtalyan olacaq, biri Amerikalı olacaq, biri Polşalı olacaq. Məsələn, getmirsən İtaliyaya, İtalyan dostuna zəng eləyirsən ki, bəs gəlmişəm, Romadayam, gəl bir dənə spagetti yeyək. Yəni, çox gözəl bir fürsətdir. Estoniyada oxusanız, məsələn, Eston dostlarınız o qədər də çox olmayacaq, əgər Eston dilini bilmirsinizsə. Çünki Estonlar biraz özlərinə qapanıqdır və insanlardan çox məsafə saxlayırlar. Heç nə sual vermirlər, heç kimin həyatı Estonlara maraqlı deyil. Mən Estoniyaya gəlmədən əvvəl düşünürdüm ki, Estonlar hədsiz hiperaktivdir, çox ağıllıdırlar, çox sürətlidirlər, amma gələndən sonra gördüm ki, çox yavaşdırlar Estonlar. Sözün əsl mənasında yavaşdırlar və çox qəribə bir düşüncə tərzləri var. Məsələn, mən 3 il Estoniyada oxuduğum tələbə yoldaşımla, deyək ki, Amerikanın ucqar bir şəhərində, küçədə rast gəlsəm, yəni mənə uzağı deyəcək, salam necəsəndir. Bundan artıq heç nə deməz ki, bəs sən niyə gəlmisən? Burada nə işin var? Biz olsaq qucaqlaşıb görüşərik ki, hardan gəlmisən bura? Yəni Estonlar elə biraz həyata ehtimal nəzəriyyəsi ilə baxır. Deyir ki, yəni sənlə mənim bu şəhərdə olmağımızın ehtimalı çox da aşağı deyil idi. Burada təcrübələnəcək bir şey yoxdur. Biraz elə bil qəribə millətdir həqiqətən. Bunu sadəcə yaşayanlar görər ki, heç birinin çox belə emosiyası yoxdur. Amma bu Estonlarla İspanları müqayisə eləsəniz, görərsiniz ki, yəni İspanlılar təmiz fərqlidir. Heç tanımasanız belə həyatda bir dəfə gördüyünüz İspanı bir il sonra bir yerdə görsəniz, oturub səninlə söhbət eləyəcək, necəsən, hardasan, nə bilim, niyə gəlmisən bura? Estonlarda elə yoxdur. Əslində biraz yaxşı bir xasiyyətdir Estonların. Yəni heç bir şəkildə sənin həyatınla bağlı bir düşüncə olmasını istəmir özündə. Yəni deyir ki, yəni sən öz həyatını yaşa, mən də öz həyatımı yaşayım. Məsələn, marketə girmisən, nəsə alırsan, maksimum sənə salam verə bilər. Yəni heç nə soruşası deyil, heç bəsit sualları da soruşmur ki, məsələn, ödənişi kartla eləyəcəksən, yoxsa nağd ödəyərsən. Elə əli ilə göstərir belə, bu qədər sadə. Estoniyada uzun müddət yaşayandan sonra sən də bunu öyrəşirsən, belə yaşamağa.
Artıq başqa ölkəyə gedəndə insanlarla o qədər də danışmaq istəmirsən, deyirsən elə belə yaxşı idi də, az danışırsan, işləri həll eləyirsən. Azərbaycanda isə fərqli mədəniyyətlər görməyin deyərdim ki, hal-hazırda mümkündür. 5 il əvvəl o qədər də fərqli turistlər yox idi. Hal-hazırda turistlər var, amma universiteti nəzərə alsaq, indi real danışsaq, yəni heç kim Amerikadan durub Azərbaycanda gəlib təhsil almaz və ya durub İsveçrədən durub heç kim gəlməz Azərbaycanda təhsil almağa. Amma başqa ölkələr var ki, Azərbaycanda təhsil onlar üçün artıq xaricdə təhsil sayılır. Məsələn, Hindistan olsun, Pakistan, Afrika ölkələri, həmin ölkənin insanları ilə universitetdə tanış ola bilərsən. Deyirsiniz ki, mənə fərqli insanlar lazımdır, fərqli cəmiyyətləri görmək istəyirəm. Onda deyərdim ki, xaricdə təhsil almaq daha yaxşıdır. Bir çox insan universiteti ona görə oxuyur ki, gəlsin gələcəkdə iş tapsın. Düzdür, bu çox yaxşı bir yanaşma deyil, amma nəzərə alaq ki, sən universiteti iş tapmaq üçün oxuyursan. Burada öz universitetimdən tələbə yoldaşlarımla bağlı danışmaq istəyirəm ki, bizim universitetdə ixtisası bitirmiş hamı hal-hazırda işləyir. Yəni elə bir insan yoxdur ki, boş qalıb və ya iş axtarır. Elə bir insan tapmağınız mümkün deyil və ya hər hansısa bir startap üzərində işləyir və ya hər hansısa bir özünün şirkəti var. Yəni nəsə eləyir də, boş qalmaq və ya universiteti bitirdi, işsiz qaldı, elə bir şey mümkün deyil. Elə bir insan ola bilməz ki, desin ki, Rəşad, mən sənin tələbə yoldaşın idim və hal-hazırda işsizəm. İş tapa bilmirəm, mümkün deyil elə bir şeyin olmağı. Bu çox universitetlərə şamil eləyərəm ki, yaxşı universitet, yaxşı ixtisas oxuyursansa, sənin iş tapmama ehtimalın yoxdur. Yəni iş tapmaq sənin ən pis eləyə biləcəyin şeylərdən biridir bu ixtisası bitirib. Yəni daha da fərqli şeylər eləyə bilərdin. Gedib hər hansısa bir şirkətdə işləyirsən və hətta bizim universitetdə 2-ci kurs, 3-cü kurs, hətta 1-ci kurs tələbələr belə, yəni hardasa gəlib öz ixtisasları üzərində işləyir. Yəni mən bunu Azərbaycanla müqayisə eləyəndə mən inanmıram ki, Azərbaycanda 1-ci kurs tələbəsinə kimsə iş versin. Çox aşağı bir inandırıcılıq yoxdur. İndi deyə bilərəm ki, Azərbaycanda da 2-ci kurs tələbəsi işləyir. Heç bir reallığa uyğun deyil. Yəni hətta universiteti yeni bitirmiş, bakalavr yeni bitirmiş adamdan gözlənti odur ki, 7 il sənin iş təcrübən olsun, nə bilim maşının olsun, İspan dili, fransız dili, ingilis dili arzu olunandır, maaş da ki 850 manat. Yəni reallıq həqiqətən budur. Yəni mən bu iş elanlarını həqiqətən görmüşəm. Yəni Azərbaycan reallığında belədir. Bakalavrı Azərbaycanda qurtarmış kimsə çox qısa müddət ərzində iş tapa bilər. Bu artıq çox da real deyil. Yəni düzdür, burada sizin ixtisasınız çox önəmlidir. Məsələn, siz biznes oxuyursunuzsa, sizin iş tapmağınız çox çətin olacaq. Estoniyada olsun, yaxın ölkələrdə olsun. Çünki hamı bu ixtisası oxuyur. Düşünün ki, marketdə 10 dənə iş var və bakalavrı biznes bitirmiş 500 nəfər tələbə var. Bunların hansı biri iş tapa bilər? Ona görə də yaxşı bir ixtisası seçib oxuyursansa, sən iş tapa bilməmə ehtimalın çox aşağıdır. 6-cı nüans isə sənin networking bacarıqların, yəni sənin əlaqələrin. Xaricdə təhsil alanda fərqli millətlərlə, fərqli insanlarla tanış olursan. Əsas da yaxşı ixtisas oxuyursansa, sənin tələbə yoldaşların da sənin ağılda olurlar, belə deyim. Bu əslində Azərbaycanda da belədir. Azərbaycanda da çox yaxşı əlaqələrin ola bilər. Bu biraz insandan asılıdır. Elə insan var ki, xaricdə oxusa da, yaxşı universitetdə oxusa da, o qədər də yaxşı əlaqələr qura bilmir. Elə insan da var, Azərbaycanda çox gözəl əlaqələr qurur, amma düşünsək ki, harda daha rahatdır? Yəni xaricdə daha rahatdır. Çünki xaricə gəlmiş insanlar da əlaqə qurmaq üçün gəlir. Artıq ona görə də sənin onunla əlaqə qurmağın çox da çətin olmur. 7-ci nüans isə dil öyrənmək. Sən xaricdə universitet oxuyursansa, ən azından ingilis dilini bilirsən və ya fərqli bir dil. Yəni ana dilindən artıq fərqli bir dil öyrənmək məcburiyyətindəsən. Londondasan, xaricdə yaşayırsan, marketə getmisən, məcbur ingilis dilində danışmalısan. Gündəlik həyatında məcbur ingilis dilində danışmalısan. Yəni 4 il universiteti yaxşı oxumasan belə, yəni axırda ən azından bir dənə dil öyrənərsən. Yəni ingilis dilin yaxşı olacaq. Xaricdə yaşayanda o komfort zonandan çıxdığın üçün yəni məcbursan ki, sən o dili öyrənəsən. Məsələn, mən 4 il əvvəlki ingilis dilimi müqayisə eləsəm, hal-hazırda çox daha yaxşı bir ingilis dilində danışa bilirəm və ondan əlavə isə istər-istəməz o qədər eston dilində qulaq asırsan ki, bir müddətdən sonra, yəni istəməsən belə eston dilində cümlə qura bilirsən, danışa bilirsən. Yəni, bu da belə bir xaricdə təhsil almağın müsbət tərəfidir ki, fərqli dillər öyrənərsən. Azərbaycanda isə təhsil ingilis dilində olsa belə, sən o ingilis dilini ancaq dərs müddətində danışırsan. Yəni hər hansısa bir şəhərə çıxanda dostlarınla ingilis dilində danışmırsan, Azərbaycan dilində danışırsan, evə gəlirsən yenə Azərbaycan dilində danışırsan. Yəni beynin Azərbaycan dilinə çox yaxın olur. 8-ci nüans isə şəxsi inkişaf və müstəqillik. Xaricə köçəndə sən müstəqil bir insansan. Yəni burada heç kim yoxdur. Nə sənin ailə üzvlərin var, nə tanışların var, nə qohumların var. Elə insanlar var ki, köçəcəkləri ölkədə bir tanışları olur və ya qohumları olur. Məndə elə deyil idi. Mən xaricə də tək gəlmişdim. Heç gələndə harda qalacağımı da bilmirdim. 2 gün
oteldə yer tutmuşdum ki, gəlib ev taparam. Yəni mənim xaricə köçmə hekayəm elə başlamışdı. Məsələn, mən xaricə köçməsəydim, mən gəlib burada ev axtarmaq kimi bir problemim yox idi. Bəzən yataqxanada qalırsan, yataqxanada qalanda yanında tanımadığın bir insan olur. Həmin insanla sən uzun müddət yaşayandan sonra əlaqələrin necə olacaq? Yəni çox çətindir. Ailə evində rahat-rahat yaşayırsan, hər şey gözəldir. Evdəkilər yeməyi hazırlayır, paltarlarını yuyur, hər işləri həll eləyir də. Bir dənə sənin eləməli olduğun universitetə gedib gəlməkdir. Amma xaricdə belə deyil. Xaricdə köçdün, sən müstəqil bir insansan, hər şeyi özün eləməlisən. Bakıda ailən sənin üçün nələri eləyirdisə, hamısını burada özün eləməlisən və tək olduğun üçün, bir qohum olmadığı üçün, bir tanış olmadığı üçün, yəni təklikdir də, ayağın qırılsa, yəni bunu özün həll eləməlisən. Heç kim yoxdur ki, sən eləyəsən ki, evdəkilərdən gəlin ayağım qırılıb. Gecə bir xəstələnsən, yəni bir dərman alacaq bir adam yoxdur. Yəni özün tək başınasan. İnsan elə bir varlıqdır ki, yəni hər bir ətraf mühitə öyrəşə bilir, hər bir çətinliyə də öyrəşə bilir. Xaricdəki bu çətinlik sizin belə bir müstəqil bir fərd olmağınıza kömək eləyir. Xaricdə yaşamaq ilkin başlarda çox çətindir, amma əmin olun ki, o ilkin başlarda olan o sıxıntını keçsəniz, hər il daha da rahatlaşır. Yəni xaricdə sizin bütün məsuliyyətləriniz öz üzərinizdədir. Ona görə də vaxtınızı düzgün idarə etməlisiniz. Yəni xaricdə tələbə olanda amma çox belə maraqlı hadisələr başınıza gəlir. Məsələn, gecə saat 3-dür, dostunuz yığıb ki, maşınımın təkəri partlayıb gəlməyə kömək elə. Yəni bu Azərbaycanda tələbə olan vaxtı çox da başınıza gələ bilməz məncə. Yəni təkəri də partlasa kiməsə yaxında bir ustaya zəng eləyəcək, gələcək. Burada elədir ki, xaricə köçmüş hamı bir-birinə kömək eləməyə çalışır. Xaricdə uzun müddət yaşamaq sizin şəxsi inkişafınıza bir iz qoyacaq. Bəzən belə bir müstəqillik çox ciddi bir ailə nəzarəti altında yetişmiş insanlara çox da yaxşı olmur. Gəlirlər xaricə, görürlər ki, yəni xaricdəyəm, hər şey eləyə bilərəm. 18 il boyunca nələr eləməmişəm, hamısını eləyəcəm. 9-cu nüans isə soruşa bilərsiniz ki, indi mən gəlmişəm xaricdə təhsil alacağam və mən axırda bir diplom almalıyam. Həmin alacağım diplomun nə qədər çox tanınırlığı olacaq? Xaricdə yuxarı reytinqli bir ölkədə alacağın diplomu bir çox xarici universitet, iş yeri qəbul eləyir. Azərbaycandakı yaxşı universitetlərin də əslində diplomunu bir çox ölkə tanıyır. Sən Azərbaycanda bakalavrda bir universitet bitirmisənsə, magistrda da dünyanın istənilən ölkəsində oxuya bilirsən. Mənim öz şəxsi fikrimi soruşsanız, yəni universitet oxuyandan sonra mənə diplom verməsələr də mənim üçün çox böyük bir fərqi yoxdur. Mən universiteti heç vaxt diploma görə oxumuram və düşünmürəm ki, yəni mənə diplom çox böyük bir yerdə kömək eləyəcək. Yəni sadəcə mənə universitetdə qazandığım təhsil və təcrübələr önəmlidir. Siz xaricə köçəndə artıq yeni bir şəhər, yeni bir ölkə, yeni insanlar olduğu üçün hər şey sizə çox fərqli gəlir. Mən yadıma gəlir, ilk dəfə xaricə köçəndə o ilk 2 il mənə o qədər maraqlı gəlmişdi ki, hər gün yeni nəsə öyrənirəm. Marketə gedirəm, heç vaxt görmədiyim məhsullar, yeni restoranlar, yeni mağazalar, yeni qayda-qanunlar. Elə bil dünyaya yenidən gəlmisən də, hər şey fərqlidir. Ətraf mühitini belə dəyişdiyinə görə insan nisbətən daha çox sosial olur, fərqli insanlarla tanış olursan. Ümumi olaraq xaricdə daha çox sənə fərqli gələn əyləncələr olacaq. Yəni sosial həyatın maraqlı olacaq. Azərbaycanda 20 il yaşamısan, indi 20 il demək olar bütün əyləncələri, gedib gəzilə biləcək hər yerə getmisən, təmiz olaraq fərqli bir yerə gedirsən, artıq bu sənin üçün daha maraqlıdır. Amma Azərbaycandakı tələbələrin sosial həyatı bir baxımdan xaricdən daha yaxşıdır. Məsələn, mən Estoniyada o qədər oxuduğum müddətdə hələ indiyə kimi bir dəfə olmayıb ki, məsələn, qrup olaraq 30-40 nəfər tələbə yoldaşlarımla birləşək, hər hansısa bir restorana gedək və ya kimisə ad günü olub yığışaq onu qeyd eləyək. Yəni heç kimə maraqlı deyil də belə bir yığışıb nəsə eləməyə. Məncə Azərbaycanda tələbə yoldaşları biraz daha belə bir-birinə bağlıdır. Mən indiyə kimi 5 dənə tələbə yoldaşımdan artığını bir arada görməmişəm qrup şəklində. Heç vaxt bir-birləri ilə belə çox da yaxın ünsiyyət saxlamırlar. O baxımdan biraz sıxıcı olsa da indi düşünmək lazımdır ki, adamlar xaricə gəlib, yəni çox da belə vaxtlarını, nə bilim, ad günü keçirək, onu keçirək, bunu keçirək, nə bilim, yeni il keçirək, o qədər də maraqlı deyil onlara. Yəni bu dediyim sadəcə mühəndislik oxuyanlar üçün idi. Yəni biznes oxuyan dostlarıma baxıram, hamısı qrup şəklində ora gedir, bura gedir, əylənir, çox gözəl sosial həyatları var idi. Mühəndislik oxuyanın nə sosial həyatı olacaq? Yəni adamlar evdən çölə çıxmırdı. Yəni çox sosial bir həyat istəyirsinizsə, isti ölkələrə gedin, amma onu da qoyaq bir qırağa. Hamısının Azərbaycanda oxumağın da, xaricdə oxumağın da öz müsbət və mənfi tərəfləri var. Məsələn, mən indi düşünürəm ki, özümə sual verirəm, görəsən Azərbaycanda oxumaq istəyərdim. Hətta tək özümə yox, keçən dəfə bu videonu hazırlamadan əvvəl tanıdığım bütün Azərbaycanlı tələbələrə sual verdim ki, sən indi uzun müddət xaricdə yaşamısan, keçmişə qayıtsan, Azərbaycanda oxumaq istəyərsən. Sadəcə bir nəfərdən başqa qalan hamı dedi ki, xaricdə oxumaq daha yaxşıdır. İndi bu suala mən özüm cavab versəm, mən düşünürəm ki, mən bu xaricdə təhsil periodumda
o qədər başıma qəribə hadisələr, o qədər çətinliklər gəlib ki, heç nə ailəmə danışmışam, nə siz izləyicilərə danışmışam, heç kimə danışmamışam. Amma onları da nəzərə alsaq, yenə də məncə xaricdə təhsil almaq istəyərdim. Mənə görə xaricdə təhsil almaq həyatımı tamamilə dəyişdi. Düzdür, müsbət və mənfi tərəfləri olsa da, mən yenə də 5 il əvvələ qayıtsam, yenə də xaricdə universitetlərə hazırlaşmaq istəyərdim. İndi daha yaxşı qərar verə bilərsiniz ki, Azərbaycanda yoxsa xaricdə təhsil almaq sizin üçün daha uyğundur. Bundan əlavə isə aşağıda 1 saniyənizi ayırıb e-mail listə qoşulmağı unutmayın. Videodan əlavə bəzi xəbərləri paylaşacağam. Orada gedib qoşula bilərsiniz. Sağ olun, salamat qalın və özünüzə yaxşı baxın.